Təşəkkür edirəm. Hörmətli xanım sədr, hörmətli həmkarlar. Təsadüfi deyil ki, hörmətli xanım sədr, indiyə qədər çıxış edən həmkarlarımızın böyük əksəriyyəti məhz ayın 16-sında Niderland və Belçika parlamentinin qəbul etdiyi bədnam qətnaməyə münasibət bildirdilər. Doğrudan da bu qətnamənin həm bütövlükdə mahiyyəti, həm də onun söykəndiyi o dırnaqarası fakta o qədər saxta və əsassızdır ki, buna münasibət bildirməmək mümkün deyil. Bu baxımdan Milli Məclisin verdiyi bəyanatı dünən biz oxuduq. Hesab edirəm kifayət qədər samballı, əsaslı və tutarlı bir cavabdır. Belə hallarda parlamentin reaksiya verməsi həm də o baxımdan önəmlidir ki, qarşı tərəf bilsin ki, biz bu cür hallara qarşı dözmə fikrində deyilik və onun mahiyyətinə asılı olmayaraq hər zaman bu cür iddiaları rədd edirik. Hörmətli xanım sədr, bu sənədi dırnaqarası sənədi qəbul edəndə güya beynəlxalq hüququ qoruyurlar, amma əslində baxanda onlar Azərbaycan ərazi bütövlüyünün suverenliyinə qəsd etməklə beynəlxalq hüququn necə kobud şəkildə pozduqlarının da fərqindədirlər. Biz düşünməyək ki, onlar bunu bilmirlər, yaxud da xəbərləri yoxdur. Ancaq ən paradoksal məqamlardan biri də budur ki, bu sənəd o vaxt qəbul olunur ki, Azərbaycan və Ermənistan arasında sülh prosesi kifayət qədər irəliyə gedir. Həm də bütövlükdə indiyə qədər olan o köhnə narrativlər, təhlükəli narrativlər həm yerli, həm də beynəlxalq gündəlikdən tamamilə çıxarılır. Həmin gündə Azərbaycan və Ermənistan parlamentin sədrləri İstanbulda çox konstruktiv dialoq aparırlar. Belə bir vaxtda bu cür sənəd qəbul olunur. Bu sənədin əslə baxanda məzmunu yox, daha çox onun niyyəti təhlükəlidir. Niyə təhlükəlidir? Çünki niyyət açıqdır. Necə edək ki, bugün Cənubi Qafqazda yaranmaqda olan sülh prosesinə əngəl törədək? Necə edək ki, biz o nifrəti təzədən körükləyək? Necə edək ki, biz qarşı durmanı bütövlükdə revanşist qüvvələrin ruhlandırılması üçün əlavə bir, deməli, sənəd ortaya qoyaq? Ona görə də burada mənə belə gəlir ki, bu məsələlərə aydınlıq gətirilməlidir və xüsusilə eyni gündə bu məsələnin koordinasiya olunması, həm Belçikada, həm Niderlandda bu sənədin qəbul olunması doğrudan da düşündürücüdür. Bir də bir sual ola bilər ki, axı bilirsiniz ki, 7 iyunda Paşinyan seçkilərə əsasən sülh platformasından gedir. Bu həm də Paşinyanın seçki prosesinə müəyyən mənada zərbədir. Onda sual olunur, axı bunları kim belə deməli, istiqamətləndirir? Əlbəttə, cavab aydındır. Burada diaspora, erməni diasporası çox aktivdir. Eyni zamanda bölgədə öz əvvəlki, deyək ki, siyasi təsirlərin, geosiyasi maraqlarını itirmiş dairələr daha çox maraqlıdır. Ona görə də mən düşünürəm ki, Belçika və Niderland hökumətləri məhz həmin deputatlara hansı dairədən bu cür sifarişin daxil olmasını araşdırmalıdır və əlbəttə ki, mən də həmkarlarıma qoşulub bu cür təşəbbüsləri tamamilə rədd edirəm.